Salam müəllimlər, bugün də sizlərlə MİT 2025 məntiq suallarının izahına baxacağıq. MİT 2025-də iki məntiq sualı gəlmişdi. Biri məntiqi ifadələrə aid, biri də məntiqi sxemə aid. Birinci sualımızdan başlayaq müəllimlər. Sualımız belədir. Bu hissəni götürün. Demək müəllimə, belə bir ifadə verilir və deyir ki, belə bir məntiqi ifadəni sadələşdirin. Sadələşdirməmişdən əvvəl müəllimlər, burada kəsişmələrin yerinə vurmadan istifadə edəcəm və birləşmənin də yerinə toplamadan istifadə edəcəm. Məsələn, bunu yazmaq önəmlidirmi? Yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Bu daha da sadə göstərir, yəni ifadəni daha da sadələşdirir. Yazaq müəllimlər, A vurulsun 1, üstə gəlinsin, B vurulsun 0, birləşir A-nın inkarı ilə. Düzdür müəllimlər? İndi birinci təbii ki, bu ifadədə mötərizələrin içərisindəki olan hissələri yazmalıyıq. Baxırıq ki, B vurulsun müəllimlər 0 var. Bizə məntiq cəbrinin qanunlarında 11-ci sinif dərslərində də var. Yox edici bir qanun var. B-ni 0-a vuranda 0 olur. Lap deyək ki, məsəl üçün qanunlar bizim yadımızdan çıxdı. Bunun 0 olduğunu necə görə bilərik? Təbii ki, bildik ki, məntiqi əməllər iki qiymət alır. Ya 0 qiymətini alacaq, ya da 1 qiymətini. Məsəl üçün, deyək ki, B 0 olsa, 0-ı 0-a vuranda yenə də 0 olacaq. Yəni, 0-dan 0 kəsişəndə, lap vurma yazmayaq, kəsişmə yazaq, 0 olacaq. Eyni ilə, əgər B 1 qiymətini alsa, 1 ilə 0-ı kəsişdirsən, yenə də 0 qiymətini almış olacaq. Nəticədə, yəni qanun yadımızdan çıxsa, qiymətləri yerinə də yazaraq, həqiqətən nəticənin hər iki halda 0 olduğunu görürük. Demək, bura olacaq 0. Düzdür müəllimlər? Sonra növbəti baxırıq A-nın 1-ə vurulması. Bu da bilirik ki, burada da A-nı 1-ə vuranda yenə də bizə A qiymətini adi riyaziyyatda vurma kimi də A dəyərini qaytarmış olacaq. Demək, bu da olacaq A. Düzdürmü? Yenə də bu da yaddan çıxsa bir çoxluqla isbat edə bilərik. İndi bu isbat etmək məsələsinə gələcəm ən sonunda. Yəni A-nın üzərinə gəldik 0-ı, üzərinə gəldik A inkar. Müəllimlər, ümumiyyətcə çoxluğu götürdük, deyək ki, sadə bir çoxluq, onun özü və inkarı nəticədə bizə bütövi verir və bütövə də 1 deyir. İndi bu nə deməkdir? Yəni A ilə A inkarı toplayanda bizə 1 verir. Deyək ki, məsəl üçün bunu da unutduq, bir dənə A çoxluğu verirəm. Məsəl üçün deyək ki, bu A olsun, içərisində olsun A-nın dəyəri 2, onun da inkarı 3 olsun, düzdürmü? Yəni A çoxluğu özü 2, bir element verirəm ki, sadə olsun. İnkarını da yazıram 3, düzdürmü? Baxın, desəm ki, A ilə A inkarı birləşdirək. A, baxın, burada toplamada, yəni birləşmədir. A inkarla birləşdirsək, nəticədə bizə 2, 3-ü verəcək. Yəni, sanki bu həm inkarı, həm də bu çoxluğun özü bütövlükdə iştiriləndir və buna da 1 deyilir. Bütöv hər zaman 1-dir. Demək, cavab da olacaq 1 müəllimlər. Yəni, qanunlar yadımızdan çıxsa belə, imtahanda deyək ki, həyəcanlandıq, yadımızdan çıxsa belə, biz çoxluqla da bunu isbat edib nəticəni tapa bilərik. Bu bizim birinci sualımızın cavabı. Keçək növbəti sualımıza müəllimlər. İkinci sualımız aşağıdakı göstərilən məntiq sxemi üzrə olan bir məsələdir. Maraqlı sualdır müəllimlər, buna da baxaq. Demək müəllimlər, bizə burada nə deyir? Deyir ki, aşağıdakı göstərilən məntiq sxemi üzrə çıxışın 0 olduğu neçə fərqli giriş kombinasiyası mövcuddur? Yəni, bu nə deməkdir? Çıxış, yəni görürük ki, bura or qapısıdır, düzdürmü? Yəni, bu or qapısına gələn iki qolda hər ikisi 0 olmalıdır. Hər ikisi 0 olmalıdır ki, çünki 0 or 0 halında yalnız yəni fərqli 0 olduğu deyil, neçə fərqli giriş kombinasiyası var. Yəni 0 ilə 0 birləşdirəndə yalnız 0 ala bilirik. Yəni bu deməkdir ki, bu qollardan hər hansı biri 1 olarsa nəticə 1 olacaq. Amma bizə 0 olduğu halı soruşduğuna görə demək bu qolda 0 olmalıdır, bu qolda 0 olmalıdır. İndi müəllimlər bizə deyir ki, baxın neçə giriş kombinasiyası mövcuddur.
Bir dənə qol budur. YF girişi var. Yəni bu aşağıdan gələn qol. Bir də yuxarıdan A, B, C, D girişi ilə daxil olan, yəni bu kombinasiya ilə daxil olan qol var. Düzdürmü? YF əməlindən ayrıca baxacaq. A, B, C, D-yə də ayrıca baxacaq. Baxın, Y-ni götürdüyü Y, bu bilirik ki, AND qapısıdır. Düzdürmü? AND qapısını yazırıq. Y, AND, F. Düzdürmü? İndi burada ümumi giriş kombinasiyasına baxıram ki, bu qol nə zaman sıfır olacaq? Yenə biraz öncəki məsələdə də qeyd elədik ki, məntiqi əməllər iki qiymət alır. 1, bir də 0 dəyəri, düzdürmü? Bu da 1, bir də 0. Yəni bunu da kodlaşdırmada yazdığımız kimi yazırdıq. Maksimum seçim variantı 2 qiymət alır. 2 vurulsun 2. Nəticədə bizə 4 verir. Yəni ümumi burada 4 vəziyyət var. Amma diqqətli olmalıyıq ki, bizə 0 olan vəziyyət lazımdır. Yəni 4 vəziyyəti açıq yazsam, 0, 1 vəziyyəti, 1, 0 vəziyyəti, 0, 0 vəziyyəti, bir də 1, 1 vəziyyəti. Düzdürmü? Bizdə də bilirik ki, kəsişmədə 1, 1 artıq, yəni 1 ilə 1-i mən burada kəsişdirsəm 1 alacağım. Amma axı bizə 1 lazım deyil. Bizə bu qolun 0 olan vəziyyəti lazımdır. Ona görə də bu 1, 1-in üzərindən xətt çəkirəm. Yəni 4 ümumi vəziyyət var. 4 ümumi vəziyyətdən birini çıxıram, 3 vəziyyət. Yəni aşağıdakı qolun 0 olması üçün 3 giriş kombinasiyası var. 0, 1, 1, 0, 0, 0. Bunu tapdıq müəllimlər. Demək 3 dənə hal buradadır. İndi digər qola baxacağım. Digər qolda yazmaq üçün yenə A yazıram, B yazıram, C yazıram, bir də D yazıram. Bunlar da bilirik ki, hər birinin qiyməti ya 0 ala bilər, ya da 1 ala bilər. Amma müəllimlər, bizə 0 olduğu neçə fərqli giriş kombinasiyası dediyinə görə, o zaman yenə baxın, buradakı necə ümumini tapdım. Fikirləşirəm ki, ümuminin içərisində nə var? Həm 0 vəziyyətləri var, həm də 1. O zaman yazıram ki, 0 üstə gəlsin 1 vəziyyətləri. Və 0-ı tapanda, necə ki, toplam cəm demək, 0-ı tapanda ümumi vəziyyətdən, demək, 1 olan vəziyyətləri çıxsam, nəticədə 0-ı alaram, düzdürmü? İndi gəlin ümumi vəziyyəti tapaq, bir də 1 olan vəziyyətləri tapaq, bir-birindən çıxaq, 0 olan vəziyyəti tapaq. İndi gəlirik bura müəllimlər. Bunda yenə hər ikisi 2 qiyməti ala bilər. Ya 0, ya 1 buradakı kimi. Vurulsun yenə 0, 1, 2 vəziyyət burada. 0, 1, yenə 2 vəziyyət burada. 0, 1, yenə 2 vəziyyət burada. Bu da neçə oldu? 2 üstündə 4 bərabərdir 16. Demək, burada 16 vəziyyət mövcuddur. Bunu tapdıq müəllimlər. 16 vəziyyət. İndi 1 olan vəziyyətləri tapmaq üçün ümumi bax bu qolu məntiqi ifadə şəklində yazacaq. Baxırıq müəllimlər, A ilə B or qapısından keçir, düzdürmü? Demək, A ilə B-ni birləşdirirəm də, düzdürmü? A ilə B-ni birləşdirirəm. Sonra bu A ilə B-nin birləşməsi lap buradan da yazaq, düzdürmü? Kəsişəcək, bu da AND qapısıdır, düzdürmü? C ilə. Bunu kəsişdirdik C ilə. Düzdürmü müəllimlər? Yenidən bu A ilə B-nin birləşməsi, baxın burada yazdığımı yeni ilə burada da yazıram. Demək, kəsişməsi C ilə gəlir, yenidən buradan yenə AND qapısından keçəndə D-nin inkarı ilə kəsişir. O zaman bunu yenidən mötərizəyə alıram, kəsişdirirəm D-nin inkarı ilə. Düzdür müəllimlər? İndi bax, bu qolda mən axtarıram 1 olan vəziyyətləri. Bu da hər ikisində görürsünüz, mötərizənin içərisində də kəsişmə var. Eynilə burada da kəsişmə var. Birinci buna baxaq. Müəllimlər, lap mötərizədən başlayın, fərq etməz. D inkardır. Yəni D burada ancaq hansı qiymət ala bilər? D 0 qiymətini ala bilər ki, biz D-ni inkar edək, nəticədə 1 olsun. 0-ı inkar edəndə 1, bilirik ki, 1-i də inkar edəndə 0 olacaq. Demək, D-nin qiyməti 0-dır. Onsuz da burada bir vəziyyət var. İndi C-yə baxsaq, C-də mötərizədə baxılır ki, baxın buna ayrıca baxırıq və burada. Görürsünüzmü? Burada da bir daxildə kəsişmə olduğuna görə C-nin mütləq ki, yenə də bu qiyməti 1 olmalıdır. Çünki kəsişmədə nə zaman 1 olur? Ancaq 1 kəsişib 1 olanda nəticə bizə 1 verir. Düzdürmü? Qalan bütün vəziyyətlərdə 0-dır. Demək, bu da 1 olmalıdır. Düzdürmü? Bu 1 olduqdan sonra indi əsas bura nəyə baxırıq? A ilə B-nin birləşməsi nə zaman 1 olacaq? Bilirik ki, A ilə B-nin birləşməsində orada bir tərəfin 1 olmağı yetərlidir ki, biz ona 1 deyək. Burada neçə vəziyyət olacaq A, B üçün? 0, 1 vəziyyəti, 1, 0 vəziyyəti, bir də 1, 1 vəziyyəti. 0, 0 götürə bilmərəm, çünki 0 ilə 1 kəsişəndə bizə 0 cavabını qaytarmış olacaq. Bizə də hansı vəziyyətlər lazımdır? 1 olan vəziyyətlər. Demək, burada da 3 vəziyyət var ki, müəllimlər. Gördünüz, C-ni tapdıq 1,
D-nin inkarı, D-nin özü 0, inkar edən də 1 verir. Əsas bax, bizim məsələmizi həll edən bu hissədir. A ilə B-nin birləşən vəziyyətində, yəni nə zaman bir allıq 0, 1, 1, 0, 1, 1. 3 dənə də vəziyyət burada. Mənim ümumi 16 vəziyyət idi. 3 vəziyyətdə də, yəni bir qiymətini alacaq. Demək, burada 3 oldu, düzdürmü? 16-dan da 3'ü çıxanda 13 vəziyyət. Demək, 13 giriş kombinasiyasında hansı ki biz bu sıfırları alırıq. Amma bununla bitmir. Bununla bitmir deyəndə, yəni kiçik bir sadə hissə qalır ki, bu qollar heç biri bir-birindən asılı deyil. Yəni buradan gələn, bir də buradan gələn, düzdürmü? Ona görə 3 vəziyyəti burada tapmışdıq. 13 vəziyyəti də burada tapmışdıq. 3'ü də 13'ə vuranda nəyə bərabər olur? 39. Yəni 39 vəziyyətdə, yəni nəticə 0 olmuş olacaq. Bununla da məntiq sualların izahı yekunlaşdı. Növbəti sualların izahında görüşərik. Sağ olun.